Salam hörmətli müəllimələr, hər vaxtınız xeyir. Sizinlə bərabər MİQ və sertifikasiya üzrə texnologiya fənnindən təlimçi İsmailova Gülşən müəllimədir. Müəllimələr, mən bugün sizə MİQ və sertifikasiyada düşə biləcək məsələlərin həlli ilə bağlı bir neçə izahlar verəcəm. Gördüyünüz kimi, bu sualda zvana və ya yuvanın yarığının yanağının qalınlığını hesablamaqdır. Deyir ki, detalın qalınlığı 10 sm olarsa, yuvanın və yarığın yanağının qalınlığını tapın. Bir balaca bu sual sizə çətin gələ bilər. Ona görə ki, burada yalnızca detalın qalınlığını veribdir. Biz zvananın öz qalınlığını da tapmalıyıq. Daha sonra yuva və yarığın yanağının qalınlığını tapmalıyıq. Bunu tapmaq üçün indi sizə ətraflı izah verəcəm. Əziz müəllimələr, deməli bizə zvana və yuvanın yanağının yarığının tapmaq üçün, qalınlığını tapmaq üçün verilən düstur bu düsturdur. S2 bərabərdir 0,5 vurulsun S0 çıxılsın A-ya. Aha, müəllimələr, deməli bizə əsas kömək edən düstur bu düstur olacaq ki, S2 bərabərdir 0,5 vurulsun S0 çıxılsın A. Yaxşı, gəlin görək burada S2 nədir, S0 nədir, A nədir? S2 bizim yarıq və yanağımızın, yanaq və yarığın qalınlığıdır. S0 detalın qalınlığıdır. Yerdə qaldı A. A isə zvananın qalınlığıdır. Deməli, müəllimələr, düsturumuz S2 bərabərdir 0,5 vurulsun S0 çıxılsın A-ya, mötərizədə S0 çıxılsın A. Buradakı S2 yaraq və yanağın qalınlığını göstərir, S0 detalın qalınlığını göstərir, A isə zvananın qalınlığını göstərir. İndi gəlin biz bu düsturu yerinə qoyaq. Bizə veribdi, yalnız hansını veribdi bizə? Bizə veribdi yalnız detalın qalınlığını, hansı ki, detalın qalınlığı bizdə S0 ilə hesablanırdı. S0 bizdə 10'dur. Amma düsturda belə bir cümlə işlədir ki, zvananın qalınlığı detalın qalınlığının 0,4 hissəsinə bərabərdir. Deməli, biz zvananın qalınlığını tapmaq üçün, yəni A-nı tapmaq üçün, zvananın qalınlığı A idi. Zvananın qalınlığı tapmaq üçün detalın qalınlığını vururuq 0,4'ə. Axı dedik ki, detalın qalınlığı zvananın qalınlığının 0,4 hissəsinə bərabərdir. Və buradan da belə başa düşürük ki, bu da elədir 4. Deməli, zvananın qalınlığını, yəni A-da 4 elədi. Detalın qalınlığı 10, S0 10'a bərabər oldu. A isə bərabər oldu 4'ə. Yəni, zvananın qalınlığı isə 4'ə bərabər oldu. İndi gəldik artıq düsturumuzu yerinə qoymağa. Hələ ki biz S2-ni, yəni yaraq və yanağın qalınlığını hələ tapmamışıq. S2 yerində qalır. 0,5 düsturumuzun qaydası olduğuna görə dəyişilmədən yerində qalır. Vurulsun, mötərizəmizi açırıq. Aha, indi düsturda deyirdi ki, mötərizədə S0 çıxılsın A-ya bərabərdir. Yəni, detalın qalınlığı çıxılsın zvananın qalınlığına. Detalın qalınlığı 10 idi bizdə, zvanamızın qalınlığı isə 4 idi. S2 yenə yerində qalır, tənliyimizi həll edirik. 0,5'i vururuq, 10'dan 4'ün çıxanda 6 eləyir. S2-ni də tapdıq ki, 0,5'i də 6'ya vuranda 3 elədi. Deməli, bizdə yanıq və yarığın qalınlığı 3 sm olubdur. Beləliklə, müəllimələr, zvananın düsturu ilə həll olunması, yanıq və yarığın qalınlığının tapılmasını da sizə izah etməyə çalışdım. Ümidvaram ki, aydın şəkildə başa düşdünüz. Əgər bəyəndinizsə videomu, abunə olmağınızı xahiş edirəm. Gələn videolarımda çalışacağım ki, bütün məsələlərə toxunum, bütün məsələlərdən izahlar sizə yönləndirim.